Salam, əziz izləyicilər. Bugün sintaktik əlaqələr haqqında mövzumuzu davam etdiririk. Mən bugün sizə tabilik əlaqəsinin digər iki növü, idarə və yanaşma haqqında məlumat verəcəyim. İdarə nə deməkdir? Yəni söz idarə olunur. İdarənin tərifi belədir. İdarədə birinci tərəf, asıl tərəf, yer gəlmişdən deyim ki, yalnız uzlaşmada birinci tərəf əsas tərəf olur. Qalanlarında birinci tərəf həmişəki qayda asıl tərəf olur. İkinci tərəf əsas tərəf. Tabe sözün, əsas sözün tələbi ilə tabe sözün adlıq haldan çıxıb digər hallarda işlənməsidir. Deməli, birinci tərəf hansı halda ola bilməz, ancaq adlı halda ola bilməz. Burada müəyyən, qeyri-müəyyən fərq yoxdur. Əsas odur ki, adlı haldan çıxıb müəyyən halda işlənməsinə deyilir. Baxın, küçə qapısı. Qapısı sözü burada tabiiyyət tərəfdir. Qapısı sözü tələb edir ki, küçə sözü hansı halda işlənsin? Gəliş halda işlənsin. Kəndin kənarı tələb edir ki, birinci tərəf gəliş halda. Bizim evimiz tələb edir ki, bizim sözü gəliş halda olsun. Sənin papağın tələb edir ki, birinci tərəf gəliş halda olsun. Burada mənsubiyyət şəkilçi söz tələb edir ki, onunla əlaqəyə girən söz mütləq gəliş halda işlənsin. Uşaqlar bu adətən olur ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında. Adətən uşaqlara çatmır. Ay müəllim, necə yəni? Bizim evimiz. Burada həm uzlaşmadır, həm də əlaqə. Bəli. İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında həm uzlaşma, həm də əlaqə. Belə deyək də, sən bizə gəlirsən, mən evi sahibiyəm. Sözsüz ki, sənin qarşısında nəyə qoysan, nəyə təşkil edəsən, sən də onu yedirsən. Burada əsas tərəf mənəm, ona qəbul edən. Sən isə bir növ tabi tərəfsən. Uzlaşma əlaqəsində mən əsas tərəfəm, tələb edirəm ki, mənsubiyyət şəkilçilərini qəbul etsin. Sizə gəlmişəm. Artıq orada mən ev sahibi deyiləm. Mən orada artıq asıl adamım. Sən isə orada tələb edirsən ki, mən mütləq filan ərzarı yerim. Yiyəli çalı şəkilçisini qəbul edirəm. O, Aşıq Malın kitabında deyildiği kimi də iki başlıq olmalılar. Uzlaşma əlaqəsinə görə birinci tərəf əsas tərəfdir. Uzlaşma əlaqəsi olsaydı, bu birinci tərəf əsas tərəfdir, bu asıl tərəfdir. İdarə əlaqəsinə görürsə, bu əsas tərəfdir, bu asıl tərəfdir. Birinci tərəf hansı haldadır? Gəliş haldadır. Gəliş halda olan söz, bilir ki, cümlədə həmişə mənsubiyyət şəkilçi sözlə əlaqəyə girir. Deməli, gəliş halı hansı sözlər idarə edir? Mənsubiyyət şəkilçili sözlər gəliş halı idarə edir. Qalan halları isə əksərən, həmişə yox, əksərən feillər edir. Məsələn, getmək sözü, şəhər sözü, getmək sözlə əlaqələnmək üçün hansı şəkilçini qəbul etməlidir? Görünüş şəkilçini qəbul etməlidir. Aldı sözü, qələm sözü, aldı sözlə əlaqəyə girmək üçün mütləq təsir qalır. Bu oldu görünüş hal. Qələm oldu hansı hal? Təsirli hal. Otaqda dincəlir. Dincəlir sözlə əlaqəyə girmək üçün otaq sözü mütləq da şəkilçisini qəbul etməlidir. Bu yerli hal. Hamı şəhərdən qayıtdı. Qayıtdı sözü, şəhər sözü, qayıtdı sözünə əlaqəyə girmək üçün hal şəkilçisini, çıxışlı hal şəkilçisini qəbul edir. Deməli, burada bunun morfoloji əlaməti nədir? Hal
şəkilçiləri və yaxud qeyri-müəyyən hallar, qeyri-müəyyən hallar. Əgər söz hal şəkilçisini qəbul edibsə, deməli, o, hər hansı bir özündən sonra gələn sözlə idarə arasındadır. Başqa sözlər idarə edə bilərmi? Bəli. Məsələn, hamıdan ağlı. Ağlı sözü tələb edir ki, çıxışı qalda işlənsin. Kosmosa yol sözü tələb edir ki, yolun qalda işlənsin. Əlində çanta çıxışı qalda, qızlardan biri yerli çanta çıxışı qalda. Deməli, dildə daha çox feillər idarə etdiyi halda, eyni zamanda digər nitq hissələri də idarə etmək qabiliyyətinə malikdir. İdarə edilməsində tapılır. Hər hansı bir cümlədə sözün halını müəyyənləşdirə bilirsənsə, əlbəttə bilər. Sözün halını müəyyənləşdirir. Əgər bu söz yerlik, yönlük, təsirli, yerlik, çıxışlı haldadırsa, o idarə əlaqəsində asılı tərəfdir. Məsəl üçün, bağçada oynayan uşaqlar müəlliməni görəndə otağa qaçdılar. Bağçada sözü, hansı haldadır? Yerli kağıdı. Bağçada oynayan. Deməli, bağçada oynayan idarə edilməsidir. Müəlliməni gördükdə, müəlliməni təsirli kağıdı gördükdə sözü ilə bağlı deməli idarə edilməsidir. Oxşarsın bu sonraki sözü tərəf. Otağa qaçdılar. Otağa görmüş halda deməli qaçdılar. Yəni, demək istəyirəm ki, bu hallarda olan sözlərində burada bir şey də var. Yerli kağıt uzlaşma əlaqəsində də var. Yerli kağıt idarə əlaqəsində də var. Deməli, yerli kağıtda olan söz, əlaqədə olduğu sözlə iki tərəfli şəkildə həm uzlaşma, həm idarə, həm də uzlaşma. Uzlaşma əlaqəsində görə əsas tərəf budur, üzr istəyirəm. Uzlaşma əlaqəsində görə əsas tərəf budur, idarə əlaqəsində görə əsas tərəf budur. İki başlı olmalıdır. Nə ilə arasında olur? Birincisi, ikinci və üçüncü təyin söz birləşmələrində. Bəzən görsən soruşurlar, qeyri-müəyyən hallarda da bəli, qeyri-müəyyən hallarda da bunlar idarə əlaqəsindədir. Kitab aldı, idarə əlaqəsidir, kitabı aldı, yenə idarə əlaqəsidir. İkincisi, tamamlıqla xəbər. Burada söhbət hal şəkilçisi qəbul etmiş tamamlıqlardan gedir. Mən hansı tamamlıqların idarə əlaqəsində olub-olmaması haqqında, yəni istisnaları və əlavə məlumatları sonra saxlayıram. Növbəti dərsi saxlayıram. Bugün əsas məqsədim ümumi şəkildə məlumat verməkdir. Xüsusi halları, çətin halları mən növbəti dərsdə geniş izah edəcəm. Yer zərfi ilə xəbər. Nəyə görə yer zərfi? Çünki yer zərfi havlanır. Hal şəkilçiyə qəbuldur. Və nəhayət qeyri-təyin birləşmələrdə birincidir. Ancaq hansına da olmaz? Yerli şahid olmaz. Çünki yerli şahid olmaz. Mənsuliyyət şəkilçi qəbul edəndə artıq qeyri-təyin olmaz. Gələk yanaşma əlaqəsi. Yanaşma əlaqəsi o deməkdir ki, tabe söz, tabeci sözlər heç bir şəkilçi olmadan kitablarda yazılır. Bu bir qədər düzgün deyil. Söhbət gedir mənsuliyyət, xəbərlik, hal şəkilçiləri. Olmadan məna cəhətdən əlaqələnir. Məsələn, gözəl qız, 5 qız, bəxtdən danışmaq, sürətlə yerimək, axşam qayıtdı, səhər getdi, gecikdiyi üçün ağladı gecikdiyi üçün, xeyli işlər. Burada bir şey edir. Bunlar hamısı hallanmayan suallardır. Deməli, belə deyək, əgər söz kim, nə, hara sualından başqa digər suallara cavab verirsə, deməli, o söz özündən sonra gələn hər hansı bir sözlə ya yaxında, ya uzaqda yanaşma əlaqəsindən bağlıdır. Fərz ki, necə, nə cür, hansı, neçə, nə qədər, neçənci, nə vaxt, niyə, nə üçün, nə zaman və s. Yəni, əgər söz bu
hallanmayan suallara cavab verirsə, deməli o yanaşma əlaqəsidir. Yanaşma əlaqəsi nə ilə əlaqəsində olur? Birinci növ təyin söz birləşməsinin tərəfləri arasında. Və bilirik ki, birinci növ təyin söz birləşməsi olanda o birinci tərəf təyin olur, ikinci tərəf müftədə də ola bilər, ismi xəbər də ola bilər, tamamlıq da ola bilər, zərflik də ola bilər. Hətta müəyyən hallarda təyinə də aid ola bilər. İkincisi, zərfliklə xəbər arasında ancaq yer zərfliyindən başqa digər zərfliklərdə tərz hərəkət, zaman, kəmiyyət, səbəb və məqsəd. Bunlar haqqında, burada istisnalar haqqında növbəti dərsdə məlumat verəcək. Ümumi şəkildə nəticə çıxardır. Mən nə məsləhət görürəm? Ona görə də birinci növbədə sözün sual verməklə, əgər söz adlı xanım sualına cavab verirsə, deməli onun əlaqəli olduğu sözü tam uzlaşmaqdır. Əgər söz gəlik haldadırsa, gəlik xanım sualına cavab verirsə, onun əlaqəli olduğu sözü tam həm uzlaşma, həm idarə əlaqəsindədir. Əgər söz gömlük, təsirli, yerli, çıxışlıq haldadırsa, onun suallara cavab verirsə, onun əlaqəli olduğu, özündən sonra gələn sözü tab, onlar arasında idarə əlaqəsidir. Əgər söz hallanmayan suallara cavab verirsə, fikirləşmədən bil ki, bu yanaşma əlaqəsidir. Əlbəttə, burada bir qədər dolaşıq, çətin məqamlar da var ki, mən planlaşdırmışam ki, növbəti dərsdə bu haqda həm də eləcə istisnalar, xüsusi hallar haqqında, uşaqların daha çox çaşdığı məsələlər haqqında geniş və ətraflı məlumat verir. Bugünlük bu qədər. Əgər doğrudan da videonu bəyənirsinizsə, bəyənmə işarəsini vurun, çox bəyənin, çox rəy yazın. Bu videonun daha çox adamın, daha tez-tez təklif olunmasına, YouTube tərəfindən tez-tez təklif olunmasına səbəb olur. Eyni zamanda kanalıma abunə olun. Bu qədər.